Embavut moda dünyasını təqdim edir. Dizaynda dünya trendlərini və sərgiləri yaxından izləyən Embavut, bütün yenilikləri və müasir tendensiyaları istehsal etdiyi mebelə tətbiq edir. Mebeldə dəbi izləmək istəyirsinizsə, Embavuta gəlin. Embavut müasirlikdir. Salam hörmətli tamaşaçılar, moda dünyasında bugünkü mövzumuz divar kağızları olacaqda. Gəlin görək bu il hansı divar kağızları dəbdə olacaqda və divar kağızları alarkən əsasən nəyə üstünlük vermək lazımdır? Bəs gəlin görək alıcılar əsasən avanqarda, klasika yoxsa modern üstünlük verirlər? Daha çox art deko stilinə üstünlük verirlər. Nədir o? Hal-hazırda yeni bir stildir, postmodern kimi, yəni modernin yeni bir növü kimi, postmodern kimi, art deko da yeni bir stildir. Yəni modern və klassik növ aboyların bir-birinin sintezidir. O sintezdə misal üçün otaqda istənilən variantı, yəni xaotik şəkildə istənilən variantı istifadə eləmək olar. Misal üçün istəsən klassik ornamentlərdən, istəsən modern ornamentlərdən istifadə eləmək olur. Tutaq ki, modern mebelinə misal üçün klassik bir güzgü başı salonda istifadə oluna bilər və yaxud oturma dəsti sırf modern ola bilər, tutaq ki, mebel misal üçün klassik ola bilər. Belə bir şeydir. Həm də art deko stilində hal-hazırda həm oturma qrupu, həm də ki, mebel istifadəyə verilir. Həm art deko stili aboylarından onlar da istifadə etmək olur. Bəs gəlin görək bu il hansı rənglər dəbdə olacaqdır? Bu il üçün dəbdə olan rənglər əsasən qadınların zövqünə fioletov rənglər, belə deyək, bənövşəyi rənglərdir, tünd bənövşəyi rənglərdir. Amma ümumi yenə də tələbat daha çox, misal üçün, krem rəngləri, bej rənglər kimi rənglərə üstünlük verilir. Dizaynerlərindəki təbii ki, bütün rənglərə seçim olur. Ümumiyyətlə, əsasən hansılar üstünlük verilir? Əsasən, yəni ağ-qara, bir də ki, bənövşəyi rəng üstünlük verilir hal-hazırda. Bir də ki, metalik rəng. 2012-ci ilin dəbi gəlib çatmamısınız? Yox, o hazırlanır, yəni kataloq şəklində hazır ola bilər, amma sadəcə olaraq hələ satışa çıxarmır. Çünki 2012-ci dəbi hardasa mart ayından etibarən aboy kimi istehsala buraxılacaq. Divar kağızları alarkən nələrə üstünlük vermək lazımdır? Divar kağızları alarkən ən əsasən keyfiyyətə fikir vermək lazımdır. Misal üçün, keyfiyyətdəki divar kağızları öz-özlüyündə kağız, vinil, flizilin olmaq üzrə üçə bölünür. Bir də ki, parça aboylar var. Məsəl üçün, sırf parçadan hazırlanır. Onlar həm kvadraturasına görə biraz baha qiymətədir. Amma yəni keyfiyyətinə görə digərlərindən daha üstündür. Həm də ki, akustika filan, yəni bu parça aboylar divar örtüyü kimi istifadə olunanda tamam fərqli olur. Belə. Keyfiyyətinə də qalanda, misal üçün, hər birinin gigiyenik sertifikatı olmalıdır. Necə ki, gigiyenik sertifikatlar, yəni həm Azərbaycan tərəfindən, həm istehsalçı ölkə tərəfindən, zavod tərəfindən keyfiyyətinin sertifikatı olmalıdır, mütləqdir. Moda dünyasında əsasən daşlı, qaşlı, aksesuarlı, yəni qızılı rəngdə aksesuarlar daha çox üstünlük təşkil edir. Bu aboy kağızlarına məxsusdurmu? Yəni, belə deyək ki, bir vaxtlar, misal üçün, sırf klassik remont edən insanlar daha çox istifadə edirdi qızılı rənglərdən. Hal-hazırda o dəb biraz geridə qalmış kimi sayılır. Amma yenə də istifadə edənlər var. Sırf klassika üçün istifadə edənlər var. Daha çox restoranlar müraciət edir, şadlıq edir. Divar kağızları evi dolu göstərilirmiş. Bəs gəlin görək, bu necə olur? Divar kağızları indi divar kağızı olmayanda əvvəl boyalardan istifadə edirdilər. Boya olanda istər-istəməz otağa girəndə boş görünür otaq, sadə görünür. Divar kağızları olanda daha çox avanqarda, modernə uyğun olur. Misal üçün, divar kağızları istilik yaradır evdə, dolu görünür ev, otaq, belə. Daha da gözəlləşdirir. Bəli, əlbəttə ki, daha da gözəlləşdirir. Bir var sadə olsun, bir də var hansısa rüsumkalar işlənsin divarda.
Embavut moda dünyasını təqdim etdi. Gri son 10 ildə istehsal gücünü 60 dəfə artıraraq ildə 10 milyon ədəd kondisioner istehsal edən dünya lideri. Qərb texnologiyası, şərq işgüzarlığı, qiymət və keyfiyyətin uğurlu nisbəti. Dünyada satılan hər 5 kondisionerdən biri Gri kompaniyasının məhsuludur.